Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywoodda serialı başladı. Az mən gedirəm, mənlik işiniz yoxdur. Hara gedirsən ay Namidar? Çıxın biraz hava zad alacaq. Hə. Qoy mən tutum. Qoy mən tutum. Hə, qoy mən tutum. Get. Get yaxşı hava al. Evimin dirəyi. Yox bir sementi, betonu, armaturu. İnşaat malları mağazasıdır burası ona. Salam nəyəcək qaşı. Müəllim dediyiniz kimi ət aldım verdim. Nə verdi? Siz bizə ət verməmisiniz axı. Sən nə dil bilməz adamsan. Sən yanında bir dənə 50-lik vermədin mən. Hə. Ət alacaq. Sən əti hara verdin? Nətər aldın sən əti? Ay müəllim, siz də bir qərar verin də. Orada qalırsınız, yox burada qalırsınız. Mən nə bilim, odur yoxsa budur saxladığımız. Ay Namidar, bu nə danışır? Nə saxlamaq, nə orada burada? Maşını deyil də, maşını. Maşını pis saxlamışam, hə? Maşını düz saxlamamışam. Hə, maşını deyirəm də. Ay qardaş, sən niyə maşını düzgün yerində saxlamırsan ki? Ev sahibinin yeridir ora. Ay qardaş, siz niyə qışqırırsınız ki? Namidar mənim indiyənə qədər həmişə öz yerini bilib. İndi səhvən saxlayıb orada da daha niyə qışqırırsınız? Sən hissənmə, ürəyim, sən hissənmə. Mən aparıb o çöldə özüm başa salacam ki, ev şəraitində qışqırmaq olmaz. Əsən Olmaz. Düşmə qabağıma. Geri. Səbləşmə Namidar. Sən də nəsə sözlü adam oxşayırsan, ha? Nəsə varsa ürəyində açıq danışmayla, mənə belə şüzdürmə gözü. Baldızın həmişə deməyə sözü var əziz yeznə. Mən sözümü deyəcəyəm, amma axırda deyəcəm. Zamanı gələndə deyəcəyəm. Sən get hələ saxladığınla bir maraqlan gör. Harda saxlamısan, necə saxlamısan? Nə vaxtın var? Nə deyirsən sən? Ah mənim saf bacım, inşaat malları, dərnə gül bazarı, sement, armatur, beton. Müəllim, narahat olmayın. Siz gedin rahat pulunuzu götürüb gəlin. Bizdə ambarda kifayət qədər ehtiyat hissələri mövcuddur. İstəsəz botkit və digər ehtiyat hissələrində nağd və kreditlə satışı da mövcuddur. Buyurub gəlin. Oldu, salamat, gözləyirik. Buyurun. Bura bax, biz ipoteka ilə işləyirik də. Bir ev var, onu kreditə sala bilərik. Yox, ay müəllim, siz nə danışırsınız? Bizdə ancaq Range Rover'a aid ehtiyat hissələri olur. Bizdə usta xidmət edir, servis xidmət edir, köhnə modellərin yeniyə yığılmasıdır, çilingər xidmət edir. Hər biri nağd və kredit şəklində də mövcuddur. Hə.
Hə, düz deyirsən, yadıma düşdü. Yaxşı, işçiləri yığ, iclas edirik. Tez elə. Oldu mən. Gündüz. Necədir, nətərdir vəziyyəti? Heç nə müəllim. Valla utanıram da deyəm. Kör bağırsağından nə tər sancı tutmuşdusa, ağrısı verdi aşağı ətrafa. Çox üzr istəyirəm, oradan da. O demirəm, deyirəm işdə nətərdir vəziyyət, nətərdir, necədir? Can sağlığı zad boş şeydir, pul qazanmaq lazımdır, pul. Qazan dincəl. İşdə vəziyyət hər şey qaydasındadır. Musiqi də işləyirsin, hər şey. Toya qarşı be. Demək olar ki, zalların hamısında toy var. Narahat olmayın belə şeylərə görə müəllim. Gündüz, sən şəxsiyyətli oğlansan ha. Mən sənin mərdlüğün, kişiliğin var deyə mən yığıb səninlə danışıram, səndən soruşuram. Orada özün yaxşı aparmayan olsa, yığ mənə desin razı. Yaxşı, mən arxanı dincəlim. Təşəkkür edirəm müəllim, təşəkkür edirəm. Narahat olmayın, kim gecikir, hamısının bir adını siyahıda qeyd eləmişəm, var hamısı. Bax, söz verirəm, restoranda bundan sonra nə baş verəcəksə, hamısını kişi kimi deyirəm, bir sizə çatdıracam. Lazım olsa cərməliyərik. Ailəsinin boğazından kəsərik ki, ağlı başına gəlsin Namidar müəllim. Narahat olmayın. Ancaq da, başqa nə var acığı? Gündüz ümumi deyirəm, belə özvə götürmə. Pul elə şeydir ki, o başqasının da pulu əlvə dəyəndə qudurursan, o adamın özündən asıldır. Ona görə alveri zadı xahiş eləyirəm, kassada saxla, da cibində götürmə. Cibində saxlama narahat eləyir adamı. Elədir müəllim, elə. Yaxşı müəllim. Narahat olmayın, müəllim, narahat olmayın. Salam. Sənin bu siyahı tutmağından yoxdur da qardaş. Buna görə də səni gələcək nəsillər heç vaxt unutmayacaq. Bilirsən də onu. Bir də ki, Namidar müəllim, olar mən bir söz deyim. Dünənləri işə gəlməyən Aynur xanımı da cəzalandırmaq lazımdır. Onun maaşından tutmaq lazımdır. Qoy elə olsun ki, ayrı seçiliyi olmasın. Başa düşmədim. Aynur işə niyə gəlmir? Mənim işgüzar səfərimdən istifadə edir. Elə bilməyəcəm, Gündüz. Yox, üzr istəyirəm müəllim. Sofa xanım işə gəlmirdi. Mən də Aynur xanımı onun yerinə təyin elədim. Siz bilərsiniz, bu Sofa xanım işə niyə gəlmir? Alo. Alo. Namidar müəllim. Namidar müəllim, dondu yenə. Dondu. Yəqin set etdi. Hə, dondu. Bir də yığ. Namidar yox, dondu belə qaldı. Yaxşı, bu yalandan donmağı öyrənmişəm. Çıxılmaz moment olan kimi özümü dondururam. Dincəl edirəm, elə güclü talca fıraqım ha. Aşağı gələndə bir içim gedir, ha. İrəmaq şəhərin mərkəzində sənə ev tutdum, yerə xeyri olmadı da, üzün gülmədi. Üzüm nətər gülsün. Gələm onda sosial şəbəkələri bağlayım ki, cəmaatı izləyirəm, qanım qaralır. Hə, düz deyirsən. Mən də gündə bir qara xəbər eşidirəm. O gün biri yazır ki, Yezinə qaynananı götürdü, qaçdı. Nə bilim, qaynana getdi Yezinəni, götürdü, gətirdi evə. Adamın qanı qaralır. Mən onu demirəm, Cəmaatın xoş gününə baxıram, qanım qaralır. Biri paylaşır ki, qızıl üzüyümə bax. Mən də baxıram ki, mənim niyə qızıl üzüyüm yoxdur. Səncə niyə? Niyə? Bax, onu deyirəm də, niyə? Gözəlliyim var, barmağım var, amma üzüyü taxanım yoxdur. Çox üzr istəyirəm, mənim də pulum yoxdur. Necə yəni pulun yoxdur? Bu boyda şadlıq sarayı sənin əlindədir. Ay qız, müvəqqətidir, müvəqqəti. Həyatda nə daimidir ki? Hər şey müvəqqətidir də. Sənin kimi işləyən, sevdiyi uğrunda çabalayan adam üçün bu sözləri eşitmək həqiqətən məyus edir məni. Sən axı iradəlisən, məğlub olunmazsan, güclüsən. Yəni, kassa da sənin əlindədir də. Düz deyirsən. Biz cəmaatın haqqını yemirik, pulunu yeyirik də. Bilirsən nə var?
Gərək hər kişinin yanında onu qəflətdən oyadan sənin kimi gözəl bir xanım olsun. Get o üzüyü al. Hər şey mənlidir. Get. Qadın alalım səni. Aynur, Eşidirəm, dayandır. o aşağıda deyən 99 623 XG maşın sənindir. Yox, Bəs 77 444 66 sənindir. yox, o da mənim deyil. Bəs onun qarşısında deyən Range Rover sənindir. Yox da mənim deyil də, sözüm canındır. Görürsən? Amma maşınlardan biri sənin ola bilərdi. Bu cür nə gözəl, göyçək qız maşının yoxdur. Amma mən sənə hər gün ürəyimdən gedən cümlələrdən, sevgidən, məhəbbətdən elə cümlələr qurardım ki, bilirsən nə olardı? Bu nə quru cümlələrdə qurursan mənim üçün? Sənə yaraşdırmadım. Hə, bir də ki, mənlə cümlələr qurarkən, cümlənin içində ev, shopping, dollar sözü olmalıdır. Heç tələsmə. Biraz keçər, gördüyüm buralar var. Hamısı mənim olacaq. Mən də səni parkinqə qoyacam öz yerimə. Pıllardan yığıb gedib özünə ev alarsan. Onda danışaraq, indi mənim sevdiyim var. Nasıl diyor? Gəl mənim Spidermanim, gəl. Otur da yerdə. Yerdə otura bilərəm mən. Yaxşı. Sən də şərab süzüm? Mən onsuz da səni görəndə keyflənirəm də. Olar, mən başımı qoyum. Çiynində uzanım, gözlərində qərq olum. Cümləni səhv qırdım, ponçikim. Cümlə nə qədər istəyirsən. Olar başımı belə tam yerləşdirim. Yaxşı bir də cümlələr qurum sənə. Onlar niyə olmasın? Yaxşı yadıma düşdü. Mən gedim hamama bir dənə duş alım, gəlim. Sən hara gəlsən, bir uşaqlar geçsin 5 dəqiqə qalsın, gəlsin də. Ponçikim, ayıl. Nə halimi? Ayıl da. Hə, çimməyə girib. Mən şəqə idi bu, nə idi mən elədim? Hədə ancaq cücümücü qonar. Və getdi duş almağı. Neçə saat alar bunlar? Deyirəm Aydurla, necə gözəldir bura. Hər yer gül, çiçək, təmiz hava, ləzzət edir. Əziz bacım, sənə bir sualım var. Buyur. Əvvəlcə gözlərini yum. Yum, belə. Yaxşı. Quşların səsini eşidirsənmi? Hə. Təsəvvür elə ki, ərin sənə xəyanət edir. Nə? Nə edərdin? Heç düşünmək istəmirəm belə şeylər mən. Yoxsa bunu düşünməlisən, biz xəyal edirik. Təsəvvür elə ki, sənin ərin Namidar başqa bir qadınla sənə xəyanət edir. Nə edərdin? Buna hazırsanmı? Hazır olmağın nə var ki? Bir dənə sumkada uşağın pal-paltarını yığıb çıxıb geyəcəm də. Yox, onu demək istəmirəm. Yəni, psixoloji hazırsanmı buna? Psixoloji hazır deyiləm. Əgər ərim mənə xəyanət eləsə, çıxıb gedəcəm atamın evinə. Ay, bir dəqiqə dayan. Atanın evində hələ bir otaq boşalsın ki, sən ora get də. Yadına salmaq istəyirəm ki, atamın evində hələ ki mən varam. Hələ ərə getməmişəm və otaqlar məşğuldur. Təbiəti dinlə. Onda sən də mənə gic-gic suallar vermə. Buna bax. Psixoloqdur ki, ya bu. Onun danışdığı söhbətə bax. Əsəb eləmirsən məni. Əsəbləşdirdin məni bütün. Gül kimi gülləri inib baxırdım. Gör nə gözəl mənzərədir. Gic-gic şeylər danışmaqdan başqa işdim. Nə olub sənə? Mən yaxşıyam, sən oğlum. Üzün gözün şişir.
Yaxşısan Namidar? Biraz başım izlənlənir, gözüm qaralır. Üstümə də gəlir, istəyi də gəlir. Aa, istəyin də var. Ayda. Necə olacaq? Mən neyəcəm indi? Qızdıram, termostatım atmır. Şəqə edirəm. Mən bir dənəm kömək edib qaldırıb, aparıb kravata uzatmaq lazımdır. Aldıma bir də cunanı isladıb soğuk suyla cuna qoymaq lazımdır. Əşə özümə gəlimi, yesən mənə çöldə gün vurdu. Yox, mən özümdən narahatam. Gəlmə. Namidar, birdən mənə keçərik. Gid arvadın qulluq arasında sənə. Elə bilirəm ki, ayağa dursam yıxılacam, toba yıxılacam. Sən güclü kişisən. Bu yerlərə yıxıla-yıxıla gəlmirsən. Dur, mən sənə kömək eləyəcəm, gedəsən. Dur. Dur, Ponçik, dur. Nə oldu, Spiderman idin sən, dur. Bunu da tuz. Ay Allah, dur. Görüm özüm deyana bilər. Hə, dayanırsan. Maşallah, aslan kimisən, gəl. Ha, dayan dur. Ha? Gel burada dur. Gene tövbe işim gücüm bu taşı. Gel. Təcili iclas. İclas hamını çağırın. Yox, tək sənin üçün iclasdır. Kaç mənim üçün? Ha, bu nə iş deməkdir, hə? Nə olub ki? Yenə nəsə eləmişəm ki, hansı maşını parkovkada düz saxlamamışam. Müdür. Ha? Cavab qaytarmağın birinci səhv. Belə oldu, baş üstə nəzərə alaram. Amma mən vaxtı üçün administrator olanda müəllimin qabağına qaça-qaça, üzr istəyə, restoranda baş verənləri video çəkə-çəkə, alın tərimlə, kişi kimi işləyə-işləyə buralara gəlmişəm. Bax, indi sən də belə çalışmalısan. Vaxtı üçün deyəndə elə sən keçən həftədə administrator işləyirdin də. Bax, dilləşirsən, maaşından tutacam. Bilirsən nə var? Çox-çox üzr istəyirəm. Get, işinə məşğul ol. Get. Yaxşı. Gündüz, şirinliyimi ver. Üzüyü aldım. İndi çıxarıb verirəm sənə, yerə diz çök, evlənmə təklif elə. Mən də telefonla çəkim. Kasada götürdün? Hə də sən dedin, götür. Yox, qəşəydi. Əgər niyə uzadırsan, düz çöktür. Üzüyü bir qıza. Sil də onu, dayandır çık. Silim, sən xətirə siləcəm. Qoy göndərsin. Deyəcəm, montajdır, mənə şantaj edir. İndi şantajdır, montajdır, Namidar özü qərar verər. Yandın, elə yandın, öldün, elə öldün. Dayan dur. Bir dəqiqə dur. Ay Namidar. İç bunu. Tər çıxsa düzələcəksən. Mən zoğalla çay verəcəm. Sonra mənsə aptek açıb versəm ki, bu apteki sənə verirəm. Sən onu da içini doldurasan ancaq zoğalla. O adama nə olur ancaq zoğalla çay verirsən. Bir dərdim öyrən gör nə olub demə. Ay Namidar, indi dədə-babadan belə görmüşük də ki, xəstə adama zoğallı çay verərlər də. Dad, tell us the truth. What happened? Tez danışsan başa düşmürəm. Deyirəm ki, nə baş verdi? Sənə nə olub? Bizə düzünü de. Hə, tell us the truth. What happened? 5 saat bala. Bir dənə həşərat idi. Gəldi qondu burama. Bir hiss elədim nəsə buramda var. Mənim atıb belə götürmək istəyəndə gördüm çaldı məni. Qaşda tutanmadı mənim. Spider idi ata. Bu laf dəqiq bilmirəm də görsəm üzdən tanıyaram. Amma belə ayaqları belə qara idi, böyle sarıntılı idi, gözlərim bərəlmişdi. Nə baxırdı ki, də bilmədən eləyib də, hiss elədim ki, o da bilmədən eləyib. Ay Namidar, sən əgər həşarət dişləyibsə, o deməkdir ki, su bişirmişəm, isti qəşəng gətirib onu ye, düzələcək. Mano, qoy desin, danışsın. Mənə hissad olandı, amma sənin bu istilərin var ha, isti soğuk, isti zağarlı çay, üstümü isti bastırma. Bu isti də öldürəsən sən. Yaxşı da durum gedim sənə sərin su gətirim.
Gətirdi o kondisioneri də yandır. Tu gedim mamın dalıcı qır, tadenlikdə su var. Bax var. Mütəlli, tez dur gəbəri. Mən yaxşı deyirəm, özümü pis hiss eləyirəm. Özümü pis hiss eləyirəm, deyirəm dur gəbəri tez. Ay, bizə yox, bizə yox. Get o Sofi olan evə, tək də orada. Get gör nə istəyir, dükana, bazara, al, ver, hamısının onun yanında ol, yaxşı. Tez ol, da. Mənə zəng eləmə də var. Dedi, bu həşərat idi. Hə. Buydu. Bunu harada tutulacaq şəkillər? Google-dan tapdım. Ata, sənə 2 dənə xəbərim var. Birisi yaxşı, birisi pis. Onsuz da yaxşı deyirəm Kamandar. Sən yaxşıdan başla. Yaxşı olan odur ki, həşəratı tapdım. Pis də odur ki, bu həşəratın sancdığı adamlar 1 saat içində ölür. Nə vaxt vurub bu? Ay Namidar, dayandır sənə WhatsApp-da video atıb. Deyir ki, işlə bağlıdır. WhatsApp-a girib baxsın. Sənə iş vaxtıdır. Gəl bir dağlaşaq. Mütəlli. Eşitdim səndən, əli doğru gəldi. Hə, bilirəm. Namidar məlumat vermişdi. Belə özün içə bilirsən? Sən nəymiş məni görməmisən? Yaxşı. Gəl içəri. İcazə ver gedim. Bana bay Namidar. Ara getirsen koy beni ölümden kal. Ala bu dermanı iyi. Namidar ala. Ay kız beste ya. Biraz fel al. Hekime dedi sen gelecektin. Gelmirler dedi ki çok mu çağırırız gelen birbiri. Namidar bu dermanı içinde hiçbir dermanı. Ay sana, bunu içirəm, sənin sağlıqla. Ay yox, bu başqa yer. Bunu içirəm, amma icazə ver gedimlə, nə ola. Ara gelirsen annem biter. Bizi bu ışığlı dünyada koyup ara getirsen. Ah sen bana demiştin ki biz bir yerde kocalacağız. Sen bana demiştin ki bizim develerimiz olacak. Bir yastıkta kocalacağız. Haydi qayıtma, nə köhnə söhbətlərə deyirəm. İcazə ver gedim də. Yok koymaram. Koymaram sen bu çaban yaşında o qəbrə gedəfini ben Hakkın abi de. Oz qəbir nədir deyirsən, mən uşağı qorxudursan sən. Deyirəm icazə ver gedim. Əlimə özümə su vurum, özümə gəlim də. Əziz yeznəm. Sen durma mezum gedip sana su getirərəm əlizi vurarsa. Ala derman işte ala bir. Oz nə qədər için sən bu dərmanları mən öldürəcək. Mən telefonumu ver. Yeminlə danışım. Görüm. Ata, buyur. Məndə rəqabət çoxdur. Babaya da məndən salam deyərsən. Mən gedirəm də ora. Üzbəüz deyərəm tələsik dörsən. Bir də bunu Emin Eay yazıb adam. Bəli Namidar bəy. Suni intellektlə bağlı nəsə problem var? Yox, Emin. Heç bir sıxıntı yoxdur. Mən özümü yaxşı hiss eləmirəm. Mən özüm də gedirəm o yanına. Dedim bir də təcili qoşasan, danışım da pupamla. Ölürsünüzsə nə edirsiniz? Tələsməyin də, gedəndə rahat danışarsınız. Mən indi bilim də əynimə nə geyinim, oranın havası nətərdir, palto geyinim, şortik geyinim, qalın geyinim, nazik geyinim, üstümdə nə götürüm, adaptır götürüm. Sən elə o qədər sual verirsən ki, bilim də nə var nə yox da. Oy salla, tez bazar elə gətir həyətə, özüm də düşürəm həyətə bir dənə danışım oyna. Yaxşı Namidar bəy, mən soruşum, sizə geri dönüş eləyərəm. Nə qaldırız?
Namidar, dərmanda işte. Yəni söhbət eləyim gəlim də, içirəm hamısını. Yaxşı görünürəm. Namidar. Yaxşısan, yaxşı. Gedirəm belə çək. Dərman içərsən də. Yaxşı, içərəm, hamısını içəcəm. Xala, nə olar ağlama da, ağlama. Niyə ağlayırsan? Atama görə ağlayırsan? Nəyimə lazımdır atan mənim? Anama görə ağlayıram. İndi birdən əgər Namidar bu dünyanı seçməyib, bu bir dünyanı seçsə, başqa bir dünyaya getsə, onda anan sizi də yığıb, gəlib qalacaq mənim yanımda. Anam ərsiz qalacaq ona görə. Sözümü kəsmə. Görürsən ağlayıram. Adam xalası ağlayanda danışmaz. Elə deyil, mən tək yaşayan insanam. Mən hər səhər yuxudan ayılıram. Günəşi salamlayıram. Ağaclarla söhbət edirəm. Quşların nəğməsinə qulaq asıram. Belə bir vaxtda ayılırsan ki, evdə adamlar gəzir. Xalam gücüymüş ki, mən də elə bilirəm atama görə ağlayır. Gecəsin sənə də. Adam xalasını elə deməz. Xalam dediklərimin necə işitdi? Mən bilirəm kişilər nə düşünür. Məndən heç nə qaçmaz. Bu dünyada taleyi sındıran qadını başqa heç kim sındıra bilməz. Eşitdin? Qutardı. Qaç geç bir dənə də al gəl. Mütəllim. Ay mütəllim. Necəsən? Əla. Sən yeməm dalımca danışsan, duxun çatır üzümə de. Vay, sən nə günə qaldın? Bəs deyirdin, ay belə içirəm, ay elə içirəm, nə oldu? Tulkanın qapağını açan kimi iyi vurdu səni. Hara gedirsən? Demirsən marketə get. Market o tərəfdə deyil, bu tərəfdədir. Mən buradan çıxacam. Ata, sən nə üçün maskada gəlmişsən? Demədin xəstəyəm. Hər ehtimala taxdım, mənə də keçməsin. Sən onsuz da dünya dəyişmisən də, sənə nə fərqi var? O həşəratın sancmasından bu tərəfə bilirsən nə qədər adam gəlir. Qorxudursan ha məyi. Yaxşı, zarafat eləyirəm. Bura bax, həmişə sən xahiş eləyirsən, bu dəfə də mən xahiş eləyirəm. O qonşumuz var idi, Xambala kişi. Deyir, 93 yaşında komaya düşüb oksigen balonuna qoşublar. İmkan olsa onun oksigenini topdan çıxart. Özün də tut qolundan götür, gəl bura. Yaşlı adamdır, yolu tanımaz. Bir ata kimi özündə güc tapıb deyənmədin. Ayaq olsa, görüm öləsən, bura tez gələsən. Cümləni belə qurdun. Bir də mən güya gəlsəm, dəqiq sənə olan yerə düşəcəm. Mənim yanıma düşmək üçün təmizlənib gəlməlisən. Həyat yoldaşın Sonaya etiraf eləməlisən ki, mən sənə xəyanət edirəm. Ata, sən özün də belə şeylər eləmsən də, ata da. İndi də aradan pərdəni götürmüsən deyə soruşuram. Sən özün mamamdan halallıq aldın. Hə, anandan halallıq aldım, gəldim də. Mam sən o Nataşa ilə tutanda mənim yadımdadır. Gəldin o, evin halallığını verdin, bağın halallığını verdin, bir də maşının halallığını verdin. Onlar mənim yadımdadır. Fərqi nədir? Əsas odur, qarğış eləməsin. Get halallıq al. Unutma ha, bir insanın zərrə qədər də haqqına girmisənsə, insan haqqını götürüb gəlmə bu dünyaya. Başa düşdüm. Yaxşı.
deyirəm, getməmişdən qabaq hamımızdan halallıq alın. Oğlum, bacıva da deyərsən, o həmişə siz nəsə istəyəndə deyirdimi, maaşımı alacam. Bax, orada həmişə maaşımı almışam, dəc gətirib anva vermişəm. Mən oradan 1 manat da pul yeməmişəm. Əziz baldızım Durna. Can əziz yeznə. Səndən də halallıq istəyirəm. O qədər olub ki, görmüşəm ki, evə gələn qonaq sənsən. Otaqdan çıxmamışam ki, səninlə üz-üzə gəlməyim. İstəməmişəm də görüm sıfatını. Elə bilirsən xəbərim yox idi. Heç mən də sənin sifətini görmək istəmirdim. Əziz, arvadım sona. Ən böyük halallığı səndən istəyirəm. Məndə nə haqqım var ki sənin? Yağmalın içində yaşamışıq həmişə. Nə halallıq istəyəcəksən? Dur ged oğlum. Dur keç o bir otağa. Anıma bir-iki şey demək istəyirəm. Yaxın gəl. Əziz sona, bunu yadında saxla. Bütün doğru, normal pulu qazanan kişilərin çoxunun bir arvadı olur. Bir də qıraqda sevgilisi. Mütləqdir bu. Hər şeyin üstü açılır ki. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə bir dəfə Hollywoodda serialı bitdi.